mükafatına layiq görüldüm. 12 kitab yazdım. 3 ölkənin Yazıçılar Birliyinin üzvü oldum. Jurnalistlər Birliyinin üzvü oldum. Qızıl Qələm mükafatı aldım. 900 məqalə müəllifi oldum. Heç bir müəllim yanına getmədən, ötürən müəllim gözün qabağında oldu da, heç bir hazırlıq keçmədən. Nəyə görə? Əzmkarlıqla qarşıma məqsəd qoydum ki, bax, mən bu səddləri aşacam, özümü sübut edəcəm. Onun üçün də oxumaq, əziyyət çəkmək, elmə, biliklərə, bəli, çalışmaq, əzmkarlıq. Siz bizim elə bilmədiklərimizdə edəcəksiniz inşallah. Mən sizə inanıram, balalar. Biz sizə inanırıq, güvənirik və dəstəkləyirik, uğurlar arzulayırıq. Çox sağ olun. Sözümüzdə Qüvvət müəllim məktəb uşaqlara deyir ki, qısal uşaqlarda ən çatışmayan cəhət nədir? Məqsədsizdirlər. Bəli, qarşıya məqsəd qoymaq. Hədəfləri yoxdur. Hədəfləri. Birinci hədəf. Hədəf qoymalıdır. Bizim tədbirlərimiz olanda, belə sərgi olanda Allah elə eləyir ki, qismətdən də Abil müəllim təsadüfən gəlir Bakıdan. Dünən də görəndə biz çox sevindik. Dedik, bax yenə də. Və Abil müəllim özü baxdı şəkillərə, danışdıq, söhbət elədik, çəkilişlər elədik. Dedik, sabah mütləqdə biz xahiş edirik iştirak. Dedi, düzdür, Bakıya gedəcəm, amma yaxşı, bu sərgini qoyub gedənmərəm. Biz dedik ki, Abil müəllim, onsuz çıxışlar olacaq, amma ən maraqlı çıxış təbii ki, şairin oxuduğu şeirlərdir, öz ifasını, öz yazdığı şeirlər. O da bir Göyçay haqqında dedi, şeir oxuyacağım abi, amma mən dünən bizə bir gözəl şeir oxumuşdu Son Zəng haqqında. Dedim, mütləq onu da oxuyun. Abil müəllim, söz sizin və sizin şeirinizdir. Buyurun. Çox sağ olun. Allah sizə rızan sağlığı versin. Allah ulu öndərə rəhmət eləsin. Demişdi ki, mən fəxr edirəm ki, Azərbaycanlıyam. Və mən fəxr edirəm ki, Göyçaylıyam. Bəli. Və fəxr edirəm ki, Ehtiram müəllim kimi bizim gözəl sənətkarlarımız var. Mən onun şəxsi laboratoriyasında da olmuşam. Burada da tez-tez baş çəkirəm. Mən demişəm də, buranın əməkdaşları bilir. Qorxuram ki, kimsə xəbər eləyək, Abil müəllim Göyçaydaydı. Buna görə mən söz vermişəm ki, nə vaxt gəlsəm, bura mənim elə ki, ata ocağım kimi gəl, bura mütləq dəyirəm. Hətta biraz qısqanclıqla da yanaşırlar. Başqa bir yerdə də dedim, ögey doğmalıq olmasın, mənə bir tədbir təşkil edilər, orada da oldum. Günel xanım da orada oldu. Gözəl də keçdi tədbir də, oradan da sağ olsunlar. Bizim qocaman tarixlərimiz, Yalın müəllim oradaydı, Rauf müəllim oradaydı. Eksprompt oldu, amma çox maraqlı bir Çox, tədbir. deməli, hazırlanmamış oldu, ancaq çox gözəl, yadda qalan bir tədbir oldu. Və hər yer yaxşıdır. Yəni, hər yerə qisması dəvət edirlər. Mən də Adil müəllim demişkən, prezident təqaüdçüyəm, Qızıl Qələm mükafatı mükafatçıyam, Azərbaycan Türk Xalqları Qardaşlıq İctimai Birliyinin dünya üzrə sədrin müaviniyəm və ödüllərin çox da hamısını demirəm. Ən böyük ödül mənim üçün Göyçaylı olmaqdır və Göyçay Yazarlar Birliyinin sədriyəm. Onu nə zəhmətlə yaratmışam, hazırlamışam. Bugün sevinirəm ki, bizim birliyin logosu var, birliyimizin peçatı var, birliyimiz lazım olanda diplomlar təqdim edirik. Ad günləri xüsusi blankda təqdim edə bilirik. Yəni, bizim WhatsApp qrupumuz var. Günel xanım da bizim üzümüzdür. Ondan sonra bu yaxında Rəsul Rızanın 116 illiyinə münasibət ilə biz 19-unda qəbrüstü ziyarət oldu Fəxri Xeyabanda və biz bir jurnal buraxırıq. Interfax adlı jurnaldır. Günel xanım da gözəl bir yazısı gedib Rəsul Rızanın ev muzeyi haqqında və bizim hamımızın orada üzvlərimizin yazılarımız var. Jurnal bu yaxında çıxacaq və 19-unda Anar müəllimlə də görüşdük Xiyabanda, xatirə şəkil çəkdirdik və bunların hamısından əlavə yenə deyirəm ki, əsas o Göyçaylilər arasında olmaq mənim üçün xüsusi bir zövqdir. Və indi sizin bizə söyləyəcək şey. İnşallah şeir də deyəcəm və mənim o sözlərimə yazılmış 236 mahnıdan içərisində Göyçay haqqında yeni mahnım da var. 2 gündə TikTok biraz mənim üçün qeyri-ciddi platformadan, ancaq 2 gün ərzində 14 mini keçdi baxış. Göyçay mahnısına. Və həmin jurnalda Göyçay Yazarlar Birliyinin bütün üzvlərinin, yəni WhatsApp qrupunda olmayanların da adları dərc olunur və yəqin ki, Adil müəllimin özü şahiddir ki, özü qrupda yoxdur. Ancaq onun təbrikin
qrupdan kopyalayıb göndərirlər ki, mənim sənin ad günü qeyd elədik ki, biz qrupda. Yəni belə diqqətliyik, biz də istəyirik ki, bacardığımız sahədə biz Göyçayımız öz töhfəmizi verək. Gələndə çalışıram, lazım olan müəssisələrdə iştirak edeyim. Yəni, Etirəm müəllim gözləmirdi, əlində fırça gördü ki, mən girdim içəri. Yəni, özüm maraqlanıram ki, bu Göyçay axı bizim ürəkdə öntülərimizdir. Çox sağ olsun, xanımın şəxsən tanıdığına işləri ilə tanışam, maraqlanıram. Yəni, ürək qoyur mədəniyyətə. Elə gəncimiz bizim balamızdır, onlar bizim gənclərimizdir, uşaqlar bizim gələcəyimizdir. Ona görə də onların arasından kimlər çıxacaq hələ bilinmir. Burada çox dahilər, gələcəyin çox dahiləri var burada. Mən onu hiss edirəm. Dəniz balamızın dünən bircə hələ o bəzi şəkillərinə ad da qoydum mən burada, elə dırnaq arası. Çox dolğun portretləri var, həddindən artıq. Yəni bu yaşda belə bir işləri görmək, birinci müəllimlə bərəkallah deyirəm. İkinci, valideynlərin qarşısında baş əyirəm ki, bu əziyyətə qatlaşıb o qədər yolu gəlib getmək asan bir iş deyil. Və sonluqda şairdən şeir istəyirəm. Bəli, bəli. Göyçayda olduğum üçün mən elə Göyçay haqqında bir şey diqqətinizə çatdırıram. 100 illik çınarlar çıxdı qarşıma. Toyda şabaş kimi, qışda qar kimi, rəmzi bir dəyanət etibar kimi, qızılı yarpaqlar səpdi başıma. Şairlər vətəni Göyçaydır bura. Çinara baxanın papağı düşdü, plov qazanının qapağı düşdü, qonağı görərək sevindiyindən erkəyi kəsənin çapağı düşdü. Şairlər vətəni Göyçaydır bura. Şişlər cərgələndi yenə od üstə, tüstü duman kimi çöktü bağlara, gəlsə şəfa tapar bu yerdə xəstə, yesə heyvan ardan, çıxsa dağlara. Şairlər vətəni Göyçaydır bura. Mehman ol, ay dostum düşəndə məqam, havası şəfalı, kəndi səfalı, dolansan dünyada ay abil İslam, sevənə bu torpaq hər an vəfalı. Şairlər vətəni Göyçaydır bura. Şairlər vətəni Göyçaydır bura. Eşq olsun Göyçaydır. Mənim bu şeirə görə bir mahnı yazılır. Yəni ki, bəli, sonra bu məndən xahiş elədilər, yaxınlaşır son zəng. Mən də son zəng şeiri siz üçün oxuyum. Göyçay mahnısı da var, bu son zəngin də mahnısı var, ancaq hələ üzə çıxartmıyorum. O biraz müəllimə elə şeylər, müəllif hüquqları məsələsidir ona görə. Mən burada olan aşağı yaşlı şagirdlərimizə də son zəng, sevinç göz yaşlarını arzu edirəm. O son zəng onların önündə qoy, qızıl hərflərlə yazılsın, xoş xatirələr yaratsın. Ayxan, sonra o biri qızımız, onlar bu son zəng deyirəmi? Ayxanın son zəngidir. Bir də Ayxan. Mənim elə burada kitabxanada düz kitabım var. O Tərəs Məhəllə kitabında bu son zəng şeiri var. Kim istəsə götürüb orada istifadə edə bilərlər. Yaman tez yetişdi ayrılır dəmir. Elə bir sahildən ayrılır gəmi, seyrinə toplayır bütün aləmi. Son zəngin sədası, son zəngin səsi. Saat əqrəbləri qəlbi əstirir, qovaraq zamanı hey tələstirir, 11 illik yolu bizə kəstirir, son zəngin sədası, son zəngin səsi. Göz yaşı parlayır yanağımızda, sözümüz üşüyür dodağımızda, xatirə yaradır varağımızda, son zəngin sədası, son zəngin səsi. Abil də yaşayıb həmin anları, gördükcə kövrəlir bu fidanları, xəyalda yaşadır həmin anları. Son zəngin sədası, son zəngin səsi, son zəngin sədası, son zəngin səsi. Çox sağ olun. Hamınıza xoş gələcək arz edirəm, mənim balalarım. Etirəm mənim, Allah zəhmətinizi itirməsin. Çox sağ ol, təşəkkür edirəm. Yəni burada vallahi bir-birindən gözəl insanlar oturub. Günel Sabir qızı,
Azərbaycan o nöqtəsi yoxdur ki, orada problem qaldırar və sona qədər gedər. Belə bir insan çətin tapılır. O bizim belə əli qələmli, cəsarətli jurnalistimiz var. Allah can sağ olsun. Təşəkkür edirəm çox. Xanımı tanıyırsınız. 5 nömrədə kitabxananın Bəli, bizim işimiz. onun o mehribançılığı, onun o xüsusi taktikası, yəni yanaşma tərzi elədir ki, o kitab oxumayan uşaqları da ora cəlb eləyir. O xarakterlə. Nə qədər insanları o kitab sevilir bu insan. Mən şəxsən, Vüqar müəllim də mənim dostumdur, məktəbin direktoru. Ancaq elə direktor səviyyəsində də o insanın orada xatiri istənilir, sevilir. Sizə də uğurlar diləyirəm. Çox sağ olun abi. Hamınıza uğurlar diləyirəm. Təşəkkür edirəm. Bizim sən mənim taclı başım, salam polis qardaşım. Mənim əziz dostum, qardaşım. Hər gələndə soruşuram, zəncləşirik də. Yəni belə insanlar, and olsun Allah, o insanın çiynində paqor olanda da onu heç kimə bilir. Yaddan çıxıb o paqor. Onu nə yaddan çıxartdırırdı? Səmimiyyəti. Bir də görürəm Bakıda heç nədən xəbərim yox. Bizdən, qardaş necəsən, nə var, nə yox? Kitab demişdi, nə oldu? Yəni bu insanda diqqət, səmimiyyət. Ona görə ki, buradakı insanların damarında göy çəkmən axır. Çox sağ olun. Bir daha var olun, sağ olun. Sizə də böyük təşəkkür edirəm. Bu kiçik yerdə o boyda ürəkləriniz var sizin ki, belə tədbirlər təşkil Çox edirsiniz. sağ olun. Təşəkkür edirəm. Sağ olun. Çox sağ olun. Çox çıxışlarla yormaq istəmirəm, amma bir-iki nəfərə də söz verəcəm. Çünki bizim sonra təqdimatımız var. İstədim Ehtiram müəllimin tələbəsinə söz verim. İndi özü də müəllimədir, dərs deyir, tələbələr hazırlayır. Məhəbbət xanıma, buyurun. Bir kəmən istəmək istəyirsiniz. Çok sağ olun, çok teşekkür ederim. Her türlü tədbir teşkil edirsiniz, işıqlandırırsınız, həvəsləndirirsiniz uşaqları. Bizə xoşdur, bizə xoşdur. Bir-iki nəfər qorxdu, çıxış eləmək istəmədi. Amma Cüneyt xanım jurnalist kimi biləm ki, qorxmayacaq. Prompt oldu. Onda daha maraqlı olur. Uşaqları beynəlxalq uşaqlar günü münasibətilə təbrik edirəm. Hər kəsin ailəsində var uşaqlar, həqiqətən uşaqlar gələcəkdir. Onun üzrə Arman Kitabxanası və siz rəhbər başda olmaqla hamınıza təşəkkür edir ki, davamlı biz bunu gizlətməyəcək, belə tədbirləri həvəsləndirəcək, motivasiya verəcək, istər şairlərlə bağlı, yazıçılarla bağlı, belə gənc istedadlarla bağlı, Ehtiram müəllimin çox sahibi belə deyək, çox şahane fəaliyyəti ilə bağlı davamlı tədbirləri Arman Kitabxanası, 3 saylı şəhər kitabxanası keçilərək seçilir rayonda. Biz bunu qeyd edək. Bir də xanım qeyd elədi, Ehtiram müəllimin bu fəaliyyətinə dəqiq 45 il az bir müddət deyil və həmişə də görürük ki, müəllim öz beynəlxalqında çalışır. Onun məsələn istəyir jurnalist kimi qəzetlərdə olsun, saytlarda olsun, televiziyada olsun, davamlı müəllimlə bağlı reportajlar gedir. Və maraqlıdır ki, ən azı 4 dəfə mən onun bu qaleriya istəməsi ilə bağlı problemi biz orada qabartmışıq. Çox təəssüflər ki, onlar da oxuyurlar, bilirlər, xəbərdardırlar. Mənim özü televiziyaya çıxır, Azərbaycan televiziyasına çıxmışsınız, kifayət qədər də özünüz orada bütün problemlərə, bütün məsələlərə aydınlıq gətirmişsiniz. Amma çox təəssüf ki, həqiqətən mən də çox istəyərdim ki, bu rayonda o qaleriya olsun. Çünki şairlərlə həqiqətən rəssamların yarışı gedir. Bir Ağdaşda var, balaca bir rayonda, amma orada rəssam yoxdur, amma burada həqiqətən İbrahim müəllim böyük bir rəssam ordusu yaradı. Orada yaratmışam, bəli. Yadıma gəlir ki, Elnaz xanımı biz çəkib işıqlandıran heç bilmirdik ki, onun çox belə parlaq bir gələcəyi var. Həqiqətən oradan ışıq indi görürsünüz ki, Rahimlə birgə çox böyük işlərə imza atırlar. Beynəlxalq sərgilər Eləcə də təşkil xanım edirlər, burada, bəli. müəllimin özü ilə bərabər. Sizə fəaliyyətinizdə uğurlar arzu edirik, sizə də can sağlığı arzu edirik ki, hər birinizə ki, həqiqətən belə tədbirlərə davamlı olsun ki, axarlı olsun ki, həmişə də belə gözəl tədbirləri ev sahibliyi edəsiniz. Çox sağ olun. Mən toxunmağı istəyirəm. Köhnə başçı bizə söz vermişdi, mən şəxsən xahiş eləmişdim. Belə bir yerdə utanç bir vəziyyətdə ki, internet yoxdur. Biz balamızdan xahiş edirəm ki, böyük qardaş kimidir, əmi kimi, dayı kimi ki, bu məsələni qavardasınız. Belə bir yerdə internet mütləq lazımdır. Çox xahiş edirəm, çalışın, bura bir internet təşkil edin. Mezban xəbəri var, zaten çoxdandır bu məsələ çalışır. Burada müəyyən balans məsələsini, müəyyən xırda detallar var, hər şey burada açılmalıdır.
Mən qaldırmışam bundan bağlı. Rəsm qaleriyasıyla bağlı da məsələ qaldırıldı. Yəni bu laf sabah düzələn bir şeydir. Elə bir burada internet məsələsi problemli bir şey deyil. Yox, məsələ qaldırıldı. Hətta özüm dəfələrlə demişəm. Orada müəyyən bir nüanslar var. Onları çalışacağım ki, aradan qaldırılsın. Mütləq şəkildə. Üzr istəyirəm, o nüansı da burada səmimi insanlar deyim o nüansını. O nüans Həm həvəslidirlər, həm də ki öz işlərini sevirlər. Bizim də yanımızdalar, bizim üçün də xoşdur. Mən bir dənə valideyn kimi söz verəcəm.